Hörmətli izləyicilər, Master Class servisi salamlayır. Qarşınızdakı Modena kombisində Y2 xəta kodu ilə bağlı problem var idi. Y2 xəta kodu bu modenalarda dövriyyənin az olması və ya qaynama problemidir. Ona neydən baş verə bilər? İsti suyun xətti ərkləşdikdə, pompa işləmədikdə, belə deyək, burada gördüyünüz hissəsində limit daçıqı, limit termostatı sıradan çıxdıqda və digər problemlərdə, belə deyək, radiatorların tutulmasının nəticəsində baş verə bilər, istilik sisteminin xəttinin tutulması nəticəsində baş verə bilər. Mənim vəziyyətimdə yay fəsli olduğuna görə isti su xəttində tutulma baş vermişdi. Hal-hazırda gördüyünüz aparat vasitəsilə kombili olur. İnşallah işləh vəziyyətdə müştəriyə təhvil veriləcək. Sizin də kombinizdə istilik sistemi ilə və ya qaynama ilə bağlı bir problem varsa, aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Videonu bəyəndiyinizsə like edin, kanala abunə olmağı unutmayın.